Herkese salam dostlar, Darkness'in kanalındasınız. Hoş gəlmisiniz. Bu bizim ilk videomuzdur. Ona görə sizdən 20 like istəyirəm. Nəysə, videoya keçək. Dünyamız açıldı. İlk öncə gedək biraz odun yığaq və inkişaf eləməyə başlayaq. Odunlarla işimiz bitdi. İndi isə gedək daş yığaq və alətlərimizi inkişaf elətdirək. Bir ədəd daş balta, bir ədəd isə daş qazma düzəltdik. Bu bizə bəs eləyər. Artıq bu taxta olanına da ehtiyacım yoxdur. Pis olma. Bu da sənin qismətin imiş. Neyniyək? Burada qoyun da var. Bir dənə də qoyun tapsaq axşama yatağımız hazırdır. İnşallah taparıq. Qoyun, çox üzr istəyirəm, amma mənim sənə ehtiyacım var. Üzrü say. Və bu qoyunu da kəsdik. Artıq yatağımız da hazırdır. Geyzer tapdıq. Bu oyuna yeni gəlibdi deyəsən. Bu necə işləyir? İçinə girəndə ürəyim bulanır. Ürək bulantısı verir. Həqiqətən ürəyim bulandı. Çıx buradan, çıx. Həqiqətən ürəyim bulandı. Nəysə, bura yaxşıdır. Elə bura masamızı, sobamızı, hər şeyimizi hazır qoyaq. Elə burada da ev tikərik bir dənə, hər şey hazır olar. Yeməkləri də qoyum, indidən bişsin. Sonra da mən gedim, biraz odun qırım. Sizə bir hekayə danışıram, diqqətlə qulaq asın. Elə bir gün bir balaca ağac var imiş. Bunun ətrafında da böyük ağaclar var imiş. Yəni ağaclar o qədər böyük imiş ki, bu balaca ağaca günəş işığı çatmırmış. Yalan deyirsən. Bu balaca ağac da bundan şikayətçi imiş ki, yəni mənə günəş işığı çatmır. Mən inkişaf edə bilmirəm, inkişafdan geri qalıram. Bu meşənin də bir odunçusu olur. Həm bu balaca ağac odunçuya deyir ki, gəl mənim ətrafımdakı odunları, yəni odunlar nə idi, ağacları kəs. Odunçuya deyir ki, yaxşı, kəsərəm. Odunçunun da nə vecnədir o bir ağaclar. Elə hamısını kəsir, bizə bu balaca ağac qalır. Balağa nədir? Danışamıram. Bu işin söyle, yakışıklı mı değilsin? Yakışık. Nəysə, balaca ağac da sevinir ki, ətrafımdaşlar getdi, mənə də günəş işığı çatır. İndən sonra balaca ağacın başına gəlməyən iş qalmır. Yəni qar, çovğun, boran, külək bu balaca ağacı aparır da. Obşim, bununla da inkişaf eləməyinə qoymur ağacı. Artıq hər şey üçün gec olur. Ağac anlayır ki, elə ağacı qoruyan elə böyründəki o böyük ağaclar imiş və qədrini sonradan başa düşür. Yəni dostlar, bu deməkdir ki, əlimizdə olan hər şeyi qədrini bilmək lazımdır. Biraz əlaqəsiz mövzu oldu, amma neysə. Yenə də deyim də mən.
Dostlar, ətraf mühitə ziyan vurmamaq üçün də hər qırdığımız ağacın əvəzinə bir dənə ağac əkmək lazımdır. Mən 5-nin əvəzinə birini əkdim, amma heç nə olmaz da. Skelet şərəfsiz orada pusurmuş. Ona baxın, necə atır oxu. Bax indi o oxu var, gəlib orada sənin öl. Vura bilsəm? Hə, nə oldu? Yanırsan, hə, nə oldu? Bax belə. Ağıllı ol. İndi bax bura bir dənə ev tikirəm. İzləyin görün necə ev tikəcəm. Yəni şah əsər olacaq, yəni belə ev görməyibsiz həyatınız boyu. Oy, evə baxın, şah əsəridir. Tasarruf. Her şeyde tasarruf önemli. Yəni istəyirsiniz 5 il oynayın, 10 il oynayın, yenə də siz bu oyunda mənim kimi ev tikənməlisiniz də. Tabii efendim. Evə bax bir dənə. Gör necə gözəl oldu. Hələ başqa rəngli olsun deyə başqa rənglər də əlavə elədim. Qapı yerində açaq, biraz evə oxşasın. Aha. Çöldən baxanda toyuğunla oxşayır, amma olsundan yenə başımızı soxmağa bir dənə yer var. Başımızı soxduq, üstünü nə qaracaq bilmirəm. Nəysə, rədd edin getsin bunu. Bu videoda bura qədər olsun. Kanala abunə olub, videoya da like atmağı unutmayın. Sağ olun.